Əziz şagirdlər, 6-cı sinif ingiliscə dərsliyindən Unit 5 izah edəcəm. Incredible Journeys, inanılmaz, ağlasılmaz səyahətlər. Unit Goals, bölmənin məqsədləri. Talk about means of transport, nəqliyyat növləri haqqında danış. Read about an amazing traveler, heyrətamiz səyahət haqqında oxu. Listen to a radio program, radio proqrama qulaq as. Learn about transport in Hong Kong, Hong Kong'un nəqliyyatı haqqında öyrən. Interview someone about how they traveled to school in the past. Keçmişdə bir insanın məktəbə necə getdiyi haqqında müsahibə al. Focus on the key competence, əsas səlahiyyətlərə diqqət yetir. Think, düşün. Look at the photo. What can you see? Şəklə bax, sən nə görürsən? How was traveling different 100 years ago? 100 illər əvvəl səyahət necə fərqli idi? Şəkildə əlbəttə ki, we can see airplane. Video. How did ancient Egyptians travel on the river Nil? Qədim Misirlər Nil çayı üzərində necə səyahət edirdilər? What famous things did they build? Onlar hansı məşhur tikintiləri tikmişdilər? Vocabulary in context, səhifə 62-də kontekstdəki lüğət, transport, nəqliyyat. Tapşırıq 1. Read the facts about everyday journeys and read the means of transport in your notebook. Then listen, check and repeat. Deməli, biz buradakı nəqliyyat növlərinin dəftərimizə adını yazacaq. Həmin boş yerlərə seçib təyin etməklə. Then listen, check and repeat. Seç və təkrara. Airplane, təyyarə, boat, qayıq, car, maşın, ferry, gəmi, motorbike, motosiklet, scooter, taxi, van, furgon. Metro, the underground system in São Paulo takes 5.2 million passengers every day. Metro, São Paulo'da bir nəqliyyat növ sistemidir və o 5,2 milyon insanı 5,2 milyon sərnişini hər gün daşıyır. The Airbus A380 is very large airplane. It can take 380 təyyarəsi ən böyük təyyarədir və o 850 sərnişin daşıyır. The electric scooter is popular for short journeys in city. Şəhərlərdə kiçik səyahətlər üçün elektrikli skuter məşhurdur. People all over the world get to work and school by car. Dünyanın hər yerində insanlar işə və məktəbə maşınla gedir. China almost 200 milyon. Çində 200 milyon maşın var. In the United Kingdom and many other countries, millions of children use a van to get to school. Birləşmiş Krallıqda və digər ölkələrdə milyonlarla şagird məktəbə furqon vasitəsilə gedir. Gothenburg in the Netherlands, there are not roads you can travel by boat. Deməli, Niderlandda yollar yoxdur və sən qayıqla səyahət edə bilərsən. You can take a taxi anytime on the street of New York. There are 13,587 yellow cars. Sən deməli, istənilən vaxt New Yorkda taksi əldə edə bilərsən və orada 13,587 sarı maşın var. Many families travel by motorbike in Thailand. Taylandda əksər çox ailələr motosikletlə səyahət edir. There are around 20 million in this country. Ölkədə 20 min motosiklet vardır. You can get from Europe to Asia in 20 minutes. Sən Avropadan Asiya 20 dəqiqə gedə bilərsənmi? Take across the Bosphor Strait in İstanbul, Türkiyə. Türkiyədə, İstanbulda Bosfor boğazı ilə bunu bir gəmi ilə edə bilərsən. İkinci tapşırıq. Listen and match situation from 1 to 5 with the means of transport A.E. Birinci olacaq bike. İkinci airplane. 3 taxi. 4 underground, 5-ci isə ferry. Üçüncü tapşırıq.
Match the means of transport below with the pupil in the picture. Şəklə əsasən biz həmin bu nəqliyyat vasitələrinin adını qeyd edəcəyik. Birincidə bike, ikinci motorbike, üçüncü boat, dördüncü car, beşinci underground, altıncı isə bike. Keçək dördüncü tapşırığa. Complete the table with the means of transport from exercise 1 to 3. Then write 2 more words in each column. Use a dictionary to help you. Deməli, biz birinci tapşırıqdan üçüncü tapşırığa qədər qeyd edilən nəqliyyat növlərinin adlarını buradakı cədvələ əsasən yerləşdirəcəyik. Torpaq nəqliyyat növləri, hava və su nəqliyyat növləri, car, bus, van, motorbike, scooter, taksi. İkincidə airplane, airbus. Üçüncüdə ferry, baft, ship. 5. Complete the table with your own answer. Cədvəli biz öz cavablarımızla tamamlayacağıq. Means of transport use every week. Hər həftə istifadə etdiyin nəqliyyat növü. My answer. Car. How you get to school? By car. How you get to the supermarket? By car. Favorite car color? White or black? Means of transport you like to use? Car. Means of transport you never use? Ferry, airplane and its. Əziz şagirdlər, My Classmates Answer bölməsində sizin sinif yoldaşlarınızın cavabları qeyd ediləcəkdir. 6-cı tapşırıq. Work in pairs, cütlük halında iş. Take turn to share your information from exercise 5. Write your classmates' answers in the table. The means of transport I use every week is a bike. What about you? Mənim hər həftə istifadə etdiyim nəqliyyat velosipeddir. Bəs sənin? I use a bus. Mən isə avtobusdan istifadə edirəm. Oxu. Amazing Travelers, heyrətamiz səyahətlər. Who was Nellie Bly? Nellie Bly kim idi? She was an American journalist. She traveled around the world in 72 days from 1889 to 1890. Deməli, o bir Amerikadan jurnalist idi və o 1889-cu ildən 1890-cı ilə qədər 72 gün ərzində dünya ətrafında səyahət etdi. What was the motivation for her journey? Onun səyahətinin motivasiyası nə idi? Jules Verne's book Around the World in 80 Days. Deməli, Julia Verne'in dünya ətrafında 80 gün kitabı idi. Where did she grow? O harada böyüdü? She grew up in Pennsylvania. Her family was poor. O deməli Pensilvaniyada anadan olub, onun ailəsi kasıb idi. His father died when she was 6. 6 yaş olanda atasını itirmişdi. How did she become a journalist? O necə oldu? Jurnalist oldu. When Bly was 18, she wrote a letter to a newspaper. 18 yaş olanda qəzetə məktub yazdı. The editor liked her letter and offered her journal. Deməli, editor onun məktubunu bəyəndi və ona bir iş təklif etdi. In 1887 she started to work for a famous newspaper, The New York World. 1887-ci ildə o yeni New York Dünyası adlı bir məşhur qəzetdə işləməyə başladı. When did she start her journey? O nə zaman o səyahətinə başladı? On 14 November 1889 at 8:40 am. Deməli, 14 noyabr 1889-cu il saat 9:40-da. Bly left New Jersey on a ship to England, the first of many ships on her journey. Deməli, o New Jersey'dən İngiltərəyə bir gəmi ilə getdi, hansı ki bu gəmi onun səyahətində istifadə etdiyi gəmilərdən birincisi idi. When did she arrive back? O nə zaman geri qayıtdı? On 25 January 1890, 1890-cı il yanvarının 5-də her journey took 72 days, 6 hours, 11 minutes and 14 seconds. Deməli, onun səyahəti 72 gün, 6 saat, 11 dəqiqə və 14 saniyə davam etdi. It was a world record. Bu bir dünya rekordu idi. Did you know? Bilirsiniz, bilirdinmi?
Did you know? Bilirdin mi? The New York World made about game about her journey. New York Dünyası adlı qəzet onun səyahəti barədə bir oyun təşkil etdi. She took only one suitcase. O yalnız bir çamadan götürürdü. Look at the fact sheet. Fakta baxaraq deyək. The fact sheet is biographical, doğrudur, true. Is organized into long paragraphs. Xeyr, bu səhvdir, false. Is organized into questions and answer. Deməli, sual və cavablar əsasındadır. True. Has images, səhvdir, false. İkinci tapşırıq. Read the fact sheet and listen. The complete sentences with the word below. There are 6 extra word. Deməli, burada göstərilən sözləri 1-dən 6-ya qədər mətnə əsasən öz yerlərinə düzəcəyik. Nellie Bly was a journalist from the United States. The motivation for her journey was a book. Burada göstərilibdir. Venice book. That died when she was a child. Atası öləndə o uşaq idi. She started to work for the New York World in 1887. To start her journey, Bly traveled by ship to England. In the 19th century, there was a board game about her journey. Burada fact sheet again match A, F with 1, 6. Burada biz A, B, C, D, E, F'i 1, 2, 3, 4, 5, 6 ilə uyğunlaşdıracağıq. In 1865 4 ilə birləşir. Year Nellie Bly was born. 72 5-ci ilə birləşdiriləcək. Number of days of Nellie Bly's around the world journey. C 80-ci birləşəcəkdir. A number of days 1 ilə birləşəcəkdir. Around the world journey in Julia Verne's book. D 14 November 1889 6-cı ilə date Nellie Bly started her journey. 14 November dedik 6 ilə 25 January 1890 25 January 1890 E bəndini birləşdirəcək 3 ilə date Nellie Bly finished her journey. If 1-i də birləşdirəcəyik 2 ilə number of suitcase Nellie Bly took her journey. Language in context. Kontekstdə dil. Birinci tapşırıq. Look at the examples below. Complete the table with the sentences from the fact sheet. Deməli, biz oxuduğumuz bayaqki Amazing Travelers fact sheetinə əsasən bu çərçivəni, boş yerləri sözlərlə doldur. Where did she grow up? O harada böyüdü? In Pennsylvania. How did she become a journalist? O necə oldu? Bir jurnalist oldu. She wrote a letter to a newspaper. When did she start her journey? On 14 November 1889. İkinci tapşırıq. Write yes, no question in your notebook. Dəftərinizə bəli, xeyr, yəni ümumi sual cümləsini yazacağıq. Birinci onu qeyd edim ki, sual cümləsini düzəltmək üçün keçmiş sadə zamanda do'nun keçmiş sadə zaman forması, yəni qaydasız feildir. Diddən istifadə edir və bu zamanda əsas feil məsdər formasına keçir. Yəni olduğu kimi qalır. Did you go to the cinema last night? Did Senan watch the film with you? Did the students read Nellie Bly's biography? Did Nellie Bly travel to Brazil? Keçək 3-cü tapşırığa. Look at the list of the things Nellie Bly took on her journey and make question. Öncə onun özü ilə apardığı, çamadandan yığdığı əşyalara baxırıq. Sonra isə bu sual cümlələrini düzgün formada tərtib edirik. Sual Bly take a big suitcase. Did Nellie Bly take a big suitcase? How many hats did she have in her suitcase? Did she put slippers in her suitcase? What did she use to carry water? How did she write during her journey? 4-cü tapşırıq isə 3-cü tapşırığın əsasında hazırlanır. Belə ki, biz verdiyimiz suallara burada cavab verəcəyik. No, she didn't. She took a small suitcase. Xeyr. Öncə sual vermişdik ki, o özü böyük çamadan götürmüşdürmü özüyle? Biz de deyirdik ki, xeyr. O özüyle balaca bir çamadan götürdü. İkincidə she had
two hats in her suitcase. She put slippers in her suitcase. She used a flask and a cup to carry water. She wrote with paper, pen and ink. Cüvər tapşırıq 100 yəni bundan istifadə edərək biz 5-ci tapşırığa baxaq. Work in pairs cütlük halında olacaq. Burada göstərilən sualları cavablandıracağıq. Where did you go? How did you get there? What did you see? What did you take? Sən hara getdin? Necə getdin? Nə gördün? Və özünlə nə aparmışdın? Ümid edirəm ki, əziz şagirdlər, izahımınız ürəyinizcə oldu. Kanalımı paylaşmağı, abunə olub, like atmağı unutmayın. Sizi maraqlandıran hər hansı bir qayda ilə, hər hansı bir tapşırıqla maraqlandıran suallarınız varsa, şəhərlər bölməsinə yazın. Çalışdığım qədərilə cavablandırmağa çalışacağım. Sağ olun.